Əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Sizi salamlayıram. 18 aprel 2025-ci il. Biz artıq Alanya'da deyilik və Alanyadan daha cənuba Mersin, Gaziantep, Mardin tərəfə doğru gedirik və gözəl videolar çəkəcəyik bu şəhərlərdən Allahın izni ilə. Hal-hazırda hardayıq? Deməli, Mersin'in ərazisindəyik. Mersin çox böyük bir şəhərdir. Mersin'e tərəf gedirik və Mersin'e tərəf getdiyimiz zaman yolda çox belə bir gözəl bir yer var. Çimərlik var. Biz yəni serpantinləri keçərək, serpantinləri aşaraq bu ərazilərə gəldik və burada artıq aşağıya endiyimiz zaman sağ tərəfdə belə bir gözəl yer var. Böyle bir güzel yer var. Buranı göstermek istedim size. Oradan da çok qəşəngdir. Ben bu yolu bugün 3-cü dəfədir gedirəm. Bundan önce 2 dəfə getmişəm. Zaten Mersin'de olmuşduq. Videolarımız var idi. Baxmışdınız. Yani baxanlar baxmışdı. Bugün ise Mersin Adana'ya kadar getmişdik. Adana'dan da o tərəfə gedəcəyik. Belki Osmaniye şəhəri var. Sonra Gaziantep, son dayanacağımız Mardin, Diyarbakır olabilir. Buralar ise çok güzeldi. Həqiqətən sözün əsl mənasında gözəl yerlərdir. Buranın adı Soğuk Su adlanır, bu ərazinin adı. Biraz yuxarıda Yeni Kaş mahallesi var. Yeni Kaş mahallesinden enen kimi Soğuk Su adlanan bu əraziyə düşürük. Bura çimərlikdir gördüğünüz kimi. Suyu çok təmizdir. Tam yaxınlaşıb sizə göstereceğim buraları. İndi aprelin 18'idir. Havanın temperaturu 22-24 derece arası dəyişir. Amma mən yadıma gəlir yay vaxtı burada keçəndə burada çox insanlar maşını saxlayıb suya girirdilər. Çünkü su çok təmizdir, çok gözəldir. Bir de oradan endiyiniz zaman bura möhtəşəm görsənir. Möhtəşəm görsənir buralar. Ona göre buranı çəkməyi borc bildim. Dedim belki siz de yolunuz buradan düşərsə bu yeri nəzərdən qaçırmayın. Burada maşını saxlayın və bir neçə dənə də restoran var. Çağlar restoranı. Burada bir dənə də restoran. İndi yaxınlaşacağım. Biz de bura oturduq. İndi adını deyəcəm sizə. Bir de Martı Balıq restoranı. Bəli əziz dostlar, çox gözəldir. Bizi izlemeye devam edin. Güzel şehirlerden güzel videolar, hem böyük videolar, YouTube, Instagram, Facebook, hem de kısa videolar paylaşarak size bu gittiğimiz yerleri göstereceğim inşallah. Bu tarafta da maşınlar gelir, böyle ağaçların altında maşını saxlayırlar, piknik edirlər, gözəl istirahat edirlər. Yolun yorğunçuluğunu burada çıxardırlar. Bizim geldiğimiz restoran Çelebi adlanır. Çelebi restoran. Böyük görsənir ama çok yeni demək olmaz. Hələ yemək yeməmişik. Yəqin ki yaxşı yeməkləri də olar inşallah. Yer sözün əsl mənasında möhtəşəmdir. Belə hörmətli tamaşaçılar, bizim səfərimizdən ilk videomuzdur. İzlediğiniz için teşekkürler. Bizi izlemeye devam edin. Türkiye'nin güzel şehirlerini beraber görək inşallah. Sağ olun, var olun.